Çünki Allah üçün edilən yaxşılıq başa qalxılmaz. Əksinə, biz yaxşılıq etdiyimiz insanlara borcluyuq. Ona görə borcluyuq ki, onlar bizim Allaha yaxınlaşmağımıza vasitə oldular. Bir gün Həzrəti Əli əleyhissalam belə buyurdu. Buyurdu, mən heç kimə nə yaxşılıq etmişəm, nə pislik. Dedilər, pislik etmədiyinizi bilirik. Amma necə ola bilər ki, sizin kimi bir insan deyir, mən heç kimə yaxşılıq eləməmişəm. Həzrəti Əli əleyhissalam buyurur ki, insanın elədiyi yaxşılıqları və pislikləri ancaq və ancaq özünədir. Quranda buyurulur, kim zərrə ağırlığında yaxşı iş görübsə, onu qarşısında görəcək. Kim zərrə ağırlığında pis iş görübsə, onu qarşısında görəcək. Əməllər özümüzə qayıdacaqsa, əməllərimizin nəticəsini özümüz görəcəksə, o zaman biz kiməsə yaxşılıq edərkən anlamalıyıq ki, biz ilk növbədə özümüzə yaxşılıq etdik. Ona görə də heç kimə minnət qoymamalıyıq.